Salam hörmətli həmkarlar, hər birinizi xoş gördük. Baxaq görək, canlıya çıxa bilirik? Hə, çıxdıq. Salam, axşamınız xeyir olsun, hörmətli həmkarlar, hər birinizi xoş gördük və bugün sizlə ənənəvi olaraq həftənin 2, 4 və şənbə günləri təhsillə bağlı olan canlı yayımlarımıza başlayırıq. Və ilk olaraq mən canlı yayımı qruplarda paylaşım. Demək, publik. Dediyimiz kimi sizlə danışmışdıq. Bugün sizlə publik hüquqi şəxs olan ümumi təhsil məktəbləri ilə bağlı demək məsələni müzakirə edəcəyik. Düşünürəm ki, maraqlı bir mövzudur. Siz də canlı yayımı bəyənin, mən paylaşımları edim və paylaşımlardan dərhal sonra mövzumuza keçəcəyik. Paylaşmalar etməkdə dəstək olun. Videonu bəyənin. Və paylaşmaqda dəstək olun. Açıq paylaşa bilməyənlər müəllim yoldaşlarına göndərsin. WhatsApp və Facebook qruplarında paylaşmağı unutmayın. Bugünkü mövzumuz sizdən publik hüquqi şəxs olan ümumi təhsil məktəbinin demək, publik hüquqi şəxs olan ümumi təhsil məktəbinin necə yaranacaq, necə fəaliyyət göstərəcək, biz təhsil sistemi olaraq, əgər sistemimiz varsa, bugün publik hüquqi şəxslərə keçməyə hazırıqmı? Bax, bu məsələni sizdən müzakirə edəcəyik. Publik hüquqi şəxsləri bilirsiniz ki, artıq keçid başlanıb və publik hüquqi şəxs olan ümumi təhsil məktəblərində orada əsas məsələ bilirsiniz ki, bütün sistem dəyişir. Yəni, ənənəvi olan sistem dəyişir və biz hansı hallarda publik hüquqi şəxsə keçid bizə hansı üstünlüklər verəcək? Bax, bu məsələni müzakirə edək bir yerdə. Daha sonra ikinci, publik hüquqi şəxsin üstün cəhətləri nədir? Ora keçək. Mənfi cəhətləri nədir? Və bu vəziyyətdə biz publik hüquqi şəxslərə keçəriksə, hansı çox ciddi problemlərlə üzləşəcəyik? Bax, bu məsələni də bir yerdə müzakirə edək sizlə. Və düşünürəm ki, sizlə maraqlı bir müzakirə apara biləcəyik və məncə eyni zamanda kenguru ilə bağlı məsələ də diqqətimizdə olacaq və bir sıra maraqlı hadisələr baş verib və Təhsil Nazirliyində idarə müdürü, demək, Təhsil Nazirliyində idarə müdürü istintaqa cəlb olunub. Bu idarə müdürü kimdir və Emin Əmrullayev onu necə Təhsil Nazirliyinə gətirib və onun kimi xaricdən maliyyələşən QET rəhbərlərinin təhsil sistemində və Elm və Təhsil Nazirliyinin demək, ayrı-ayrı strukturlarında yerləşdirilməsində Emin Əmrullayevin məqsədi nədir? Bunları sizdən bir yerdə müzakirə edəcəyik. Düşünürəm ki, maraqlı bir müzakirəmiz olacaq. Ona görə də buyurun, siz də mən bunu paylaşana qədər siz də paylaşma dəstək olun. Artıq cəmi bir neçə dəqiqəyə mən artıq demək olar ki, yekunlaşdırdım. Siz də hərəniz bir dəfə paylaşsanız, bu bizim müəllimlərimizə gedib çıxacaq, hansı ki, bütün məqsədimiz də müəllimlərin maarifləndirməkdir və Azərbaycan təhsilində nələr baş verir. Hamı üçün maraqlıdır, publik hüquqi şəxs nədir və biz publik hüquqi şəxsə geçsək nə olacaq? Yəni, doğrudan təhsil üçün deyək ki, uğurlu bir nələrsə baş verəcək.
Bax, bunu sizdən birlikdə müzakirə edirik və düşünürəm ki, bu bugünkü görüşümüz doğrudan da maraqlı və aktual bir məsələyə həsr olunur. Və gəlin mövzuya başlayaq. Demək, ümumi təhsil məktəblərində bizim bilirsiniz ki, publik hüquqi şəxs olan ümumi təhsil məktəbi ilə bağlı artıq qərarlar verilib. Hər rayonda və regionda bir neçə məktəblər, belə deyək, artıq publik hüquqi şəxs statusu olmaq üçün məktəb direktorları dəvət olunub, ərizə yazıblar. Müddənin rəhbərinin adına, Eşqi Bağırovun adına ki, məni işdən azad elə və mən publik hüquqi şəxs olan ümumi təhsil məktəbinə rəhbər təyin olunacağam və həmin direktorlar işdən azad olunaraq publik hüquqi şəxs olan ümumi təhsil məktəbinə rəhbər təyin olunurlar və nəticə etibarı ilə publik hüquqi şəxs olan məktəb Azərbaycan təhsilinə nə verəcək? Bax, bunu danışacağıq. Bəyənin, paylaşın, videonu yoldaşlarınıza da göndərin. Mən də buradan eyni zamanda artıq sizlə məsələni birlikdə müzakirə edəcəyik. Və mövzuya keçməmişdən öncə onu da bildirim ki, bilirsiniz ki, bir neçə gün bundan öncə vaxtilə Təhsil Şurasının rəhbəri olan, yəni Emin Əmrullayev tərəfindən Təhsil Şurasına rəhbər təyin olunan Günel Səfərova, hansı ki, daha sonra bu demək Emin Əmrullayevlə eyni tali yolunu bölüşür və Mərkəzi Avropa Universitetinin məzunlarındandır və Soros fondu vasitəsilə maliyyələşən qrant vasitəsilə xaricə gediblər oxumağa. Və onun üçün xüsusi bir idarə, uşaq hüquqları bir idarəsi yaratmışdı Emin Əmrullayev və nəticə etibarilə orada birbaşa müdir təyin olmasa da direktor əvəzi, yəni həmin idarənin direktor mavini statusundaydı, hansı ki, direktor yoxdur o idarədə və Günel Səfərova idarə edirdi. Bilirsiniz ki, USAID tərəfindən, hansı ki, Amerikada bu xarici ölkələrdə ara qarışdırmaqla məşğuldur və bu ara qarışdırmaq da əsasən də qrantlar vasitəsiyləndir və USAID-dən külli miqdarda qrant alan QHT-lər artıq istintaqə cəlb olunur. Hansı ki, bu USAID bugün Ukraynadakı bugünkü vəziyyəti gətirib çıxaran bir qurum idi və eyni zamanda Gürcüstandakı demək bu ixtişaşları törətməkdə əsas onun maliyyələşməsidir. Eyni zamanda Azərbaycanda da yəqin ki, planlaşdırdıqları bu demək hansısa planlarını həyata keçirmək üçün ayrı-ayrı QHT-lərə də külli miqdarda böyük qrantlar ayırıblar və iş ondadır ki, çox maraqlıdır ki, bu qrant alanlar USAID tərəfindən ölkədə güya söz adladığı demokratiyanı yayan şəxslər elə Emin Əmrullayevin tərəfindədir və işdə ondadır ki, bunların əksəriyyəti feministlər, LGBT-dilər və üçüncü cinsi nümayəndələridirlər. Həmin Günel Səfərova yadınızdadırsa, bir neçə il bundan öncə Fəvvarələr meydanında LGBT-çilər və demək feministlər, o cümlədən digər üçüncü cinsi nümayəndələrinin bir böyük yürüyüşü, dırnaqarası böyük bir yürüyüşü keçirilmişdi və həmin yürüyüşün təşkilatçılarından biri idi və Günel Səfərova Azərbaycan dövlətini vaxtilə beynəlxalq məhkəməyə verib demək cərimə elətdirmək, hansı ki, əslində bu beynəlxalq məhkəmə bilirsiniz, sifarişli məsələlərdir ki, hətta bura qədər gəlmişdi və çox maraqlıdır ki, Emin Əmrullayevin Azərbaycan xalqına və Azərbaycan təhsilinə düşmənçiliyi elə təkcə bununla bitmir, həm də Azərbaycan dövlətinə qarşı və olan şəxslərin, Azərbaycan hakimiyyətinə qarşı olan şəxsləri öz ətrafında birləşdirib və öz Azərbaycan təhsilinə qarşı öz çirkin niyyətlərini, əməllərini həyata keçirmək üçün və davam etməkdədir, bilirsiniz və inanırıq ki, növbəti istintaqa çağırılan şəxs də məhz Emin Əmrullayev olacaq. Çünki Emin Əmrullayevin
Azərbaycanda fəaliyyəti məhz Soros fondu tərəfindən maliyyələşdirilən demək əsas yuva təşkilatı vasitəsilədir ki, hansı ki Emin Əmrullayev özünün əmək, yəni demək belə deyək də, Elm və Təhsil Nazirliyinə gələnə qədər yuvanın təlimçisi kimi çalışırdı, yuva ilə əməkdaşlıq edirdi. Ona görə də bugün Təhsil Nazirliyinin büdcəsindən ən çox qrant ayrılan QHT-lərdən biri də yuvadır. Və bununla yanaşı eyni zamanda çox maraqlıdır ki, bugün Elm və Təhsil Nazirliyində vaxtı ilə FETÖ qruplaşmasına aid olan şəxslərlə Emin Əmrullayevin rəhbərlik etdiyi Soros qruplaşması arasında ciddi münaqişələr var və bu münaqişələr təbii ki, bunlar arasında ümumilikdə təhsilin idarə edilməsini tamamilə xaosa sürükləyir və qruplaşmaların birinə Elnur Əliyev və Emin Əmrullayev rəhbərlik edir və bu da nəticə etibarı ilə Azərbaycan təhsilində bugün baş verənlərin əsas bir hissəsidir və baxmayaraq ki, FETÖ və o cümlədən keçmiş Türk liseyinin məzunları, yəni bunlar ayrı-ayrı qruplaşmalardır ki, real işin böyük bir hissəsini məhz həmin şəxslər həyata keçirirlər. Soros qrupunun isə əsas işi, əsas fəaliyyəti Emin Əmrullayev olmaqda pul silmələr, layihələr, təlimlər, hansı ki, saxta yollarla Azərbaycanın təhsil büdcəsini talamaqdan ibarətdir ki, və bununla da mədələri doymur. Bilirsiniz ki, kenguru ilə bağlı artıq məsələlər davam edir və çox maraqlı bir haldır ki, Emin Əmrullayev Azərbaycan Elm və Təhsil Nazirliyi naziri vəzifəsində tutan şəxs müəllimlərin, yəni təhsil məktəblərinin müəllimlərinin valideynlərdən pul toplanmasına məcbur edəcək bu kenguru olimpiyadasının. Məsələ burada bir çox hallarda bəziləri deyir ki, Elşən Qafarov bu kenguru olimpiyadası ilə bağlı niyə deyir? Yəni bir neçə gün tətil bitəndən sonra təbii ki, Respublika Prokurorluğuna da müraciətlərimiz olacaq və kenguru, yəni bu məsələnin hüquqi müstəvidə araşdırılmasına çalışacağıq. Məsələ istedadlı uşaqların işi ilə təşkili ilə bağlı deyil. Təbii ki, ölkədə nə qədər çox olimpiyadalar keçirilərsə, bir o qədər yaxşıdır. Amma mən özümü Emin Əmrullayeva tuturam və onun belə deyək, ətrafında olan şəxslərə tuturam. Azərbaycan təhsilində 1.700.000 şagird var. Və bu 1.700.000 şagird hər biri Azərbaycan Respublikasının vətəndaşıdır və təhsil sisteminin vəzifəsi məhz Konstitusiyanın 42-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər bir vətəndaşın təhsil almaq hüququnu təmin etməkdir. Və çox maraqlıdır ki, Emin Əmrullayevin bütün fəaliyyəti ancaq istedad axtarışındadır. Azərbaycan təhsili, yəni təhsil istedadlı uşaqlardan ibarət deyil. Yenə deyirəm, təhsil haqqında qanunun 4-cü maddəsi, təhsil haqqında qanunun 9-cu maddəsini açıb bir də oxusunlar ki, Azərbaycan təhsilinin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən və Azərbaycançılıq və vətənpərvərlik hisslərinə sadiq olan şəxsiyyət və vətəndaş yetişdirməkdir. Aydındır mı? Soros, USAID, digər beynəlxalq təşkilatlar, hansı ki, bunların işi yalnız ayrı-ayrı dövlətlərin daxili işlərinə müdaxilə edib, orada qarşılıqlar yaratmaq, öz məqsədlərini həyata keçirmək üçün bir çox hallarda siyasi rəhbərliyi dəyişmək məqsədi ilə törətdiyi ixtişaşların məhz o şəxslərin əli ilə yerinə yetirirlər ki, vaxtı ilə öz təlimlərinə cəlb ediblər, öz qrantları vasitəsilə onları oxuturublar və nəticədə həmin xalqın, həmin dövlətin başına bəla ediblər və bir çox təəssüf olsun ki, bir çox hallarda bu şəbəkə formasını alır. Bugün istər Soros qruplaşmasının, istərsə də FETÖ qruplaşmasının əhatəsində çox böyük bir şəbəkələşmə var. Böyük tikələrdə təbii ki, Elm və Təhsil Nazirliyində olduğu kimi onlar üzdaşmaya bilirlər
Hətta bir-birlərinə mübarizə apara bilirlər və bunun nəticəsi də, ağır nəticəsi də ümumi təhsilə şamil olunur. Və siz zəhmət olmasa videonu bəyənin və paylaşın. Eyni zamanda fikirlərinizi rəy bölməsində yazın. Mən fikrimi bitirdikdən sonra publik hüquqi şəxs haqqında demək bu yeni sistemə keçidlə bağlı deyəcəm. Əslində biz yeni sistemə keçməklə bağlı heç bir hazırlıq yoxdur. Bu Emin Əmrullayevin demək növbəti fiyaskosu olacaq. Və nəticə etibarı ilə müxtəlif adlar altında güya gəncləşmə siyasəti aparılır. Əslində gəncləşmə siyasətindən xəbər əlamat yoxdur. Yəni bu reallıq deyil. Güya ölkədə yeni təhsil islahatları aparılır. Heç bir təhsil islahatından söhbət getmir. Əslində burada ancaq pul silmələrlə məşğuldur. Və nəticə etibarı ilə Azərbaycan təhsilini, təhsil vasitəsilə də cəmiyyəti sürükləyir daha doğrusu. Bax, burada əsas məsələ budur. Siz təsəvvür edirsinizmi? Burada təhsil sahəsi elə bir sahədir ki, ölkədə az qala hər 2 nəfərdən biri təhsillə birbaşa bağlıdır. Birbaşa bağlıdır. Mənə çox maraqlıdır. Publik hüquqi şəxsə biz keçidə hazırıq mı? Zəhmət olmasa, salam hər birinizi xoş gördük və direktor.az saytı ilə bağlı məlumat verəcəm. Yeni bir platforma hazırlanır və yaxın zamanlarda təhvil veriləcək. Direktor.az ancaq metodiki sayt olacaq. Və cəmiyyəti az qala hər 2 nəfərdən biri birbaşa təhsillə bağlıdır. Bugün əgər sənin övladın məktəbdə oxumursa, sənin yoldaşın işləyir, qardaşın uşağı işləyir, qardaşın işləyir, bacın işləyir, qonşun işləyir və nəvən işləyir. Bütün bu oxuyur və hər 2 nəfərdən biri ən azı ümumi təhsillə bağlıdır və nəticə etibarı ilə təhsil elə ümumi təhsil, təhsilin digər pillələrin hamısı batallıqdır. Elə bir sahə yoxdur ki, orada irəliləyiş olsun. Elə bir sahə yoxdur, orada irəliləyiş olsun. Varsa hansı bir sahəni yazın, buradan bir yerdə müzakirə edin. Və Emin Əmrullayev, dünən mütəxəssislərin biri ilə söhbət edirik, Emin Əmrullayev öz missiyasını başa çatdırdı. Azərbaycan təhsilinə yaratdığı dağıdıcı xaos və Azərbaycan təhsilini soxduğu labirint o qədər ciddidir ki, o qədər geri dönüşü olmayandır, o qədər ağır nəticələri olacaq ki, və bugün Emin Əmrullayev həbs belə olunsa, Emin Əmrullayev Azərbaycan təhsilində və cəmiyyətində öz dağıdıcı addımları ilə artıq, yəni belə deyək, öz missiyasını başa vurub. Yəni, yəqin ki, bu mərkəzi Avropa Universitetində və o cümlədən də digər xaricdə olduğu müddətdə olan xüsusi kurslarda, xüsusi hazırlıqlarda ona öyrədilən və Azərbaycan xalqına qarşı törədə biləcəyi neyinibsə artıqlaması ilə elədi bu 5 ildə. Və o baxımdan düşünürəm ki, çox çətin olacaq. Yaxşı, indi biz publik hüquqi şəxsə keçirik. Publik hüquqi şəxs nədir? Publik hüquqi şəxs haqqında qanun Azərbaycan Respublikasında 2016-2015 dekabrında qəbul edilib, 2016-cı ildən fəaliyyətdən. Publik hüquqi şəxs, yəni maliyyə sisteminə əsaslanan, özünü idarə etmə quruluşu olan müəssisədir. Publik hüquqi şəxs dövlət və ya bələdiyyə tərəfindən yaradılır. Publik hüquqi şəxs dövlət mülkiyyətində olan müəssisələr, indi bizdə bələdiyyə yoxdur, dövlət mülkiyyətində olan müəssisələrin dövlətlə dövlət biznes partnyoru əsasında fəaliyyətini təşkil edən, daxili maliyyə, inzibati, o cümlədən metodik, digər muxtariyyətləri olan, təsərrüfat muxtariyyatı olan, səlahiyyətləri olan deyək ki, təhsil müəssisəsidir. Bugün bizdə ali təhsil müəssisələri, orta ixtisas təhsil müəssisələri, peşə təhsil müəssisələri, məktəbdən kənar təhsil müəssisələri publik hüquqi şəxslər.
Yaxşı, mən sizə sual verirəm. Yəqin ki, Elm və Təhsil Nazirliyində işləyən əməkdaşlar da baxırlar və bundan sonrasına da baxacaqlar. Çünki videonu mən bir qədər sonra, canlı yayın bitdikdən sonra demək YouTube-da Tam TV Elşən Qafarov kanalında yerləşdirəcəm. Və bugün sual olunur ki, ali məktəbdə hansı irəliləyişlər var? İllərdir publik hüquqi şəxslər. Peşə təhsili müəssisələrində hansı irəliləyişlər var? İllərdir publik hüquqi şəxsdir. Məktəbdən kənar təhsil müəssisələrində hansı irəliləyişlər var? Publik hüquqi şəxsdir. Peşə təhsili müəssisələrində dedik, orta ixtisası dedik. Məsələ onun adının necə olması deyil. 2025-ci ildir. Azərbaycan öz müstəqilliyini 1991-ci ildə qazanır. Müstəqilliyimizin 34-cü ilini yaşayırıq. Hələ də Azərbaycanda ümumi təhsil məktəblərinin özlərinin nizamnaməsi yoxdur. Deyək ki, 10 məktəbi publik hüquqi şəxs eləmişsiniz. Lap 20 ümumi təhsil məktəbini. Bugün hələ ortada 4000-dən artıq, 4200-dən artıq ümumi təhsil məktəbi var. 4250-dən artıq ümumi təhsil məktəbi var. Bugün ümumi təhsil məktəblərinin hələ 4250-dən artıq, hələ publik hüquqi şəxsə keçmədən siz az çox öz fəaliyyətlərini qurduqları o nümunəvi nizamnamə, yəni nümunəvi nizamnamə də hər bir nümunəvi nizamnamədə də konkret olaraq göstərilir. Hər bir nümunəvi nizamnamədə göstərilir. İndi 2024-cü ilin 13 iyununda Nazirlər Kabinetinin 300 nömrəli qərarı ilə publik hüquqi şəxs olan təhsil məktəbinin nümunəvi nizamnaməsində də göstərilib. Elə eynən 1.3-dədir. 13 yanvar 2011-ci il tarixli Nazirlər Kabinetinin 5 nömrəli qərarı ilə əvvəlki hansı ki, indi qüvvədən düşdü 2024-cü iyunda, orada da göstərildi ki, nümunəvi nizamnamə hər bir ümumi təhsil məktəbinin fərdi nizamnaməsinin qurulması üçün əsas sayılır. Təkrar edirəm. Nümunəvi nizamnamə hər bir ümumi təhsil məktəbinin fərdi nizamnaməsinin yaradılması üçün əsas yaradır. Siz bir direktoru çağırma ilə, bir işçiləri çağırma ilə ərizə yazın, hə, işdən çıxdıq, ərizə yazdıq, publik hüquqi şəxs olan məktəbə keçdiniz. Yaxşı. Hanı o məktəbin nizamnaməsi? Hanı publik hüquqi şəxs olan təhsil məktəbinin ştat failləri? Hanı ümumi təhsil məktəbində olan, publik hüquqi şəxs olan təhsil məktəbində olan məktəbin strukturu? Hansı struktur var? Yəni, gəlin açıq danışaq. Yəni, açıq danışaq. Hansı strukturu var? Heç bir sənədiz ortada yoxdur. İllərdir Azərbaycan məktəbi qaydasız, qanunsuz, təlimatsız, demək, hüquqi normativ bazanın sıfırın altında olduğu bir vəziyyətdə idarə olunur. Və bugün bu xaotik vəziyyət yaranır. Aydındır mı? Yaxşı, necə ola bilir? Heç nə hazır deyirsən, publik hüquqi şəxs sisteminə keçirsən. Bəs publik hüquqi şəxs sisteminə keçmək fikrin varsa, təbii ki, bu 2019-cu ildə qəbul olmuş ümumi təhsil haqqında qanunda da dəfələrlə qeyd olunub və həmin vaxtı demək, təhsil haqqında qanunu edilmiş əlavə dəyişikliklərlə bağlıdır. Bəs niyə sənin ümumi təhsil, publik hüquqi şəxs olan dövlət ümumi təhsil məktəbinin nizamnamə modeli yoxdur? Nümunəvi nizamnaməyə çıxıram. Nizamnaməni də qoydum kənara. Niyə? Axı burada həm də maliyyə müstəqilliyindən söhbət gedir. Bugün sistemdə olan əvəz edici, həvalə, müddətli müqavilə, müddətsiz müqavilə ilə işləyən 4000
350 məktəb direktorundan hansı biri maliyyə sistemini bilir? Ümumi təhsilin maliyyələşmə sistemini bilir. Və bugün ümumi təhsil məktəbində çalışan direktorların 90%-i son 5-10 ildə işə qəbul olunan, yəni publik hüquqi şəxs haqqında qanun qəbul edildikdən sonra qəbul edilir. Bugün sistemdə işləyən direktor müavinlərinin ən azı 60-65%-i son 5 ildə işə qəbul olunanlardır. Yaxşı, bu illərlə niyə bu məktəb direktorlarına maliyyələşmə tələbi qoyulmurdu ki, maliyyələşmə olsun? Hər il milyonlarla Azərbaycan büdcəsini Emin Əmrullayevlə Elnur Əliyev gəmirir, dağıdır. Bəs niyə bu məktəb direktorlarına bu sahədə olan təlimlər keçməmişsiniz? Tanışınız, qovunuz, sinif yoldaşınız, əqrəbanız, vaxtı ilə münasibətdə olduqlarınıza əlavə təhsil mərkəzləri və s. məktəb rəhbərlərinə keçirsiniz. Nədir bunun adı? Təlimlər keçirsiniz. Məktəb direktorları özləri yaxşı bilir. Zorla. Əlavə təhsil mərkəzinin işçisi zəng edib məktəb direktoruna hədələyir ki, sən niyə gəlmirsən bura? Sən haqqında təqdimat yazacaq. İndi bütün məktəb direktorları qorxaq deyil də, burada işini bilən, hüququnu bilənlər də var. Deyir, sən mənim işə götürənim olmadığın üçün sən məni hədələyə bilməzsən, sən təlim keçənsən, mən sənin o təlim keçdiklərini istəyirsən, gəlim özünə keçim. Deyir, o mənə maraqlı deyil, əlavə təhsil mərkəzindən deyil, maraqlı deyil, gəlin oturun burada bir şəkil çəkməli, təhvil verməli, bu təlimi verəndə budur. Şəkil çəkmək üçün təlimlər keçirlər. Və sual olunur, indiyə qədər publik hüquqi şəxslə bağlı bu məktəb direktorlarına, məktəb rəhbərlərinə niyə bir təlim keçirilmir? Niyə məktəb direktorlarımızın anlayışı yoxdur? Yaxşı, məktəb direktorlarını qoyuram, 12 regional təhsil idarəsi var, bir dənə də başsız qalan Bakı şəhər təhsil idarəm var. Niyə bunların heç birinin publik hüquqi şəxs olan təhsil məktəbi sistemindən anlayışı yoxdur? Hələ müdür müavinlərini deyirəm. Sektor müdürlərini demirəm. Məktəb direktorlarını da demirəm. Niyə yoxdur anlayışı? Emin Əmrullayev başını soxub Azərbaycan təhsilini dağıdır, yiyir, darmadağın eləyir milyonlarla vəsaiti. Mədəsi doymur, oradan da hələ ödənişli olimpiyadalardan. İndi kenguru onundur. Bugün istentaqa cəlb olunan Üsaid və SORS tərəfindən maliyyələşən həmin o Emin Əmrullayevin şəxsən təhsil nazirinə zorla soxduğu, gətirdiyi həmin Güney Səfərova bullying məsələlərlə bağlı ən çox təlim keçəndir. Bunun nazirlikdə hamı bilir ki, bullying Emin Əmrullayevin payıdır, ildə 5 milyon manata yaxın pul xərcdir ona. Bu təlimlərə. Ancaq onundur. Oradan gələn bütün hamısı Emin Əmrullayeva çatır. Aydındır mı? Məsələ oradadır. Yaxşı. Bəs bunun əvəzində bir də bu publik hüquqi şəxsə keçidlə bağlı bir hazırlıq görmək lazım idi. Yaxşı, publik hüquqi şəxs olan məktəbi elan edirsən publik hüquqi şəxs. Çıxar siyahını görə ölkədən neçə məktəbi publik hüquqi şəxs elan etmişsin. Bu publik hüquqi şəxs elan etdiyin məktəbin idarə etmə strukturu nə olacaq? Adı mı dəyişəcək? Hanı publik hüquqi şəxsin müşahidə şurası? Hanı idarə etmə orqanları? Hanı bunun strukturu? Hanı bu publik hüquqi şəxsin ştat vahidləri? Bu təhsildə bu qədər oyun çıxartmaq olar. Bu qədər oyun çıxartmaq olar, yoldaşlar.
Əmrullayev nə istəyir onu, kimi istəyir, kimi harda tutur gətirir. Yəqin ki, elə o xüsusi hazırlandığı o təşkilatlar Rusiyanı verir də. Azərbaycan uşaqlarının hüquqlarını kim qoruyacaq? Feministlərin, lobigirtlərin piketini təşkil edən adam. Azərbaycan dövlətini beynəlxalq məhkəməyə verən adam. Azərbaycanda Təhsil Nazirliyində Uşaq Hüquqlarının İdarəsində rəhbərlik edir. Kimdir? Emin Əmrullayevdən bir qazanda bişən. Kimdir? Bullying təlimlərini keçən qeyti. Yəni, bu qədər də olmaz. Bu qədər də olmaz. Qeyti. Aydındır mı? Yəni, bu qədər də olmaz. Bu qədər də olmaz. Bu qədər də olmaz. Biz neynəmək istəyirik Azərbaycan təhsilində? Biz yox, Emin Əmrullayevin Azərbaycan təhsilində məqsədi nədir? Yaxşı, bu publik hüquqi şəxs olan məktəbin bir sıra özəllikləri, üstünlükləri var. Mən bugün bununla bağlı Facebook profilimdə məqalayına çıxış eləmişim. Amma burada əsas məsələ publik hüquqi şəxs olan ümumi təhsil məktəbində biz bilirsiniz necədir? Biz bu keçid ölkənin ümumi təhsil sistemi dəyişir. Başa düşürsünüz? Ümumi təhsil sistemi dəyişir. Biz illərlə öyrəşmişiz, bizim Sovet məktəb modeli tanıdığımız modelə tanınmış. Yəni biz bu modeli tanıyırıq. Yaxşı, deyək ki, bu modeli birdən-birə üstündən xətt çəkirik. Yeni, yəni bu xüsusi, yəni Azərbaycanda yeganə deyil, dünyada bu kimi maliyyə sistemləri olan var. İndi mən məqalənin ikinci hissəsində yazdım. Deyək ki, Qazaxıstan, Rusiya keçmiş MDB məkanında buna deyirlər təsərrüfat hesablı maliyyələşmə sistemi. Yazı gəlir, əvvəl bizdə də vardı belə. Yəni təsərrüfat hesabı. Yəni hər şagird başına düşən ümumi mexanizm təqribən eynidir. Deyək ki, Amerikada bir cür adlanır, Britaniyada bir cür. Yəni dünyanın bütün ölkələrində bu tip modellər var. Amma ölkənin bütün ümumi təhsil məktəbləri o sistemə keçmir. Emin Əmrullayevin bəlkə də başı qarışıb pul saymağa, pul yığmağa. Amma demir, İngilis dilini bilməyəni Biləcərdən o yana mütəxəssis saymıram. Amma oturub heç olmasa o danışdığı İngilis dilində bir oxusun, baxsın, görsün dünyanın hansı təhsil sistemində bütün məktəblər bir sistem üzərində qurulur. Məsələn, Qazaxıstan variantı, Nazarbayev intellektual məktəbləri var. Və onlar, bax, bu publik hüquqi şəxsə oxşar olaraq təsərrüfat hesablıdır. Amerikada ayrıca qrup məktəblər var. Britaniyada elə, Fransada elə, Finlandiyada elə, ofisində elə. Ölkənin ücdən tutma, publik hüquqi şəxs sisteminə keçirtmə bu faciəyə gətirir. Əgər çox belə istəyirsiniz, publik hüquqi şəxs sisteminə keçmək, internat tipli məktəbləri eləyin. Və yaxud da ki, müttanın tərkibində 20 məktəb var ki, pilot məktəblərdir. Pilot məktəblərdir. Aydındır mı? Hansı ki, lisey, gimnaziyalar birbaşa müddəyə tabidir. Heç bir regional təhsil idarəsinə, baş şəhər təhsil idarəsinə tabi deyil. Və yaxud da sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat tipli inteqrasiya təlimli gimnaziyalar var. İnternat tipli xüsusi məktəblər var. Siz bunları keçirdə bilərsiniz. Keçirdin. Effekti necə olursa, daha çox təmayülləşmə gedən məktəbləri sonra keçirdin. Hissə bu şəkildə.
34 ildir ölkə müstəqildir. Hələ də bizim məktəblərimizin təkrar nizamnaməsi yoxdur. 5 ildir ümumi təhsilin dövlət standartları qəbul olunub. Ümumi təhsilin yeni kurikulumları qəbul olunmuyor. Halbuki qanunvericilik deyir ki, hər dəfə yeni dövlət standartları qəbul ediləndə təhsil proqramları da ona uyğunlaşmalıdır, yenilənməlidir. Bir hansı ayrı-ayrı regionlarda direktorları çağırın otağa, narahat olma, ərzəni ver. Bundan sonra sən oldun publik hüquqi şəxs. Mən tutam Emin Əmrullayeva 100 dəfə yox, 1000 dəfə deyim ki, sən təhsil nazirisən. Axı bu adamdan təhsil naziri anlayışı və yaxud da ki, yoxdur axı, bunun təhsildən anlayışı yoxdur. Bu insanın təhsil naziri kabinetində 5 il yox, bundan sonra 15 ildə otursa da bunun təhsildən anlayışı yoxdur. Bu təhsil adamı ola bilməz. Deyək ki, hansısa bir layihələr naziri, təlimlər naziri və yaxud da təhsil nazirində bir layihələr, təlimlər idarəsi yaratır. Çox gözəl, amma gərək özü kimi fırıldaqçı, özü kimi dövlət büdcəsini talayan biri də onun yanında olsun ki, çünki bunun məqsədi ancaq dövlət büdcəsini talamaqdır. Artıq gördünüz, bu adam Üsaidin yetişdirməsidir, Soros'un yetişdirməsidir. Görürsünüz də, baxırsınız, Üsaidin xərclərinə baxsa, Amerikanın elə dövlət büdcəsinin çoxunu dağıdan bunlardır. Sənədlər çap olunur, mətbuatı oxuyuruz. Məsələ oradadır. Və nəticə etibarı ilə bilirsiniz, İsmail Əliyev yazır ki, cənab nazir haqqında belə danışmayın. İmamdır, peyğəmbər, olanı danışırıq da. Bugün istintaqa cəlb olunan Üsaiddən o pulu alan şəxs ölkədə LGBT-nin və feministlərin piketini təşkil edib. Azərbaycanı sifarişlə beynəlxalq məhkəməyə təqdim edib, Azərbaycanı cərimə elətdirən insandır və bu insanı gətirib uşaq hüquqları idarəsi yaradıb. Kim yaradıb? İsmail İsmailov, sən yaratmamışsan ki. Mən də yaratmamışam. İsmail Əliyevdir burada. Bunu Emin Əmrullayev eləyib. Bugün Azərbaycan məktəblərindən kenquruya 20 manatdan pul yığan Emin Əmrullayevdir. Siz deyilsiniz, mən deyiləm. Əgər kenquruya yığılan pul qanuni puldursa, onda Azərbaycan Respublikası nağdsız hesablaşmalar haqqında qanun tələblərinə uyğun olaraq hesaba köçürülməlidir. Çünki Azərbaycan Respublikasında qanunvericiliyə uyğun olaraq bütün ödənişlər nağdsız şəkildə olmalıdır. O cümlədən də təhsillə bağlı olan ödənişlər. Əgər bu kenquruya yığılan pullar qanunudursa, hüquqi əsası varsa, niyə nağd şəkildə yığılır? Direktor buradan yığır, oradan verir regional, regional da çamadanlarla gətirib təhsilin üstə təhvil verir. Niyə? Niyə hesaba ödənilmir? Niyə validin birbaşa kenguru olimpiyadasına bağlı hesab yaradılmır, oraya ödənilmir? Dövlətin hüquq mühafizə orqanları nəzarət ilə biləcəklər. Axırda deyirlər, 10 min adam gəldi, 15 min adam gəldi, 100 min, 120 min adam iştirak edir. Ən azı hər dəfədə 2 milyondan yuxarı pul yığırlar. Fransadakı qovumlarını atırlar. Az adam gəldi, filan gəldi. Həm də burada da deyirlər, o qədər deyil də. Özləri də bir-birlərinə yalan satırlar. Çünki bunların ümumi siyasi getmir. Harada görsənib ki, müəllim yalvarsın ki, valideynə xahiş eləyirəm, nə olar 20 manatı verin, siz 20 manatı verməsəniz, bu mənim əmək haqqımdan tutulacaq. Harada yazdım? Harada olacaq? Və nazir də deyir ki, kenguru olimpiyadası doğrudur. Bizim çıxışlarımızdan sonra 40% məktəblərə plan vurulmuşdu. Lisey, gimnaziyalara keçən il 80%. İndi
Bakı Sumqayıt tapşırığında indiriblər 4%-a 5-11-ci sinif uşaqlarının 5-10 kriminal əsaslarına faiz qoyur, tavan qoyur. İsmail Əliyev, sizin üçün cənab ola bilər. Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Mənim üçün cənab sözü ona yaddır. Çıxsın, zərrə qədər vicdanı varsa, zərrə qədər şərəfi varsa, çıxsın brifinqə, desin ki, yox, bu pullar nağd toplanmır, müəllimlər məcbur edilmir və bu kenguru olimpiyadasına yığdığım pulları mən Fransadakı qohumlarıma heç nə vermirəm, hamısını son qəpiyinəcən aparıb Yaşad fonduna verirəm. Bütün dediklərimə görə üzr istəyəcəm, bütün dediklərimi də geri götürəcəm. Kenguru ilə paylaşdığım bütün məsələləri də siləcəm. Əvvəla Yaşad fondu bu kimi haram pullarla, kriminal yollarla toplanan pullara ehtiyacı yoxdur. Azərbaycan dövləti, Azərbaycan iş adamları Yaşad fondu kifayət qədər o fondun maliyyə dəstəyi göstərirlər. Və hər bir vətəndaş da olaraq bizim də borcumuzdur o fonda kömək eləmək. Amma bu necə ola bilər axı? Bu hansı dövrdür? 2025-ci ildir. 2025-ci ildir. Görək, nağdsız hesablaşmalar haqqında qanun nağdsız hesablaşmalar haqqında qanun Azərbaycan Respublikasında qəbul edilib. Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasında qəbul edilib. Demək, 2016-cı ildə. Təsəvvür edirsiniz? 2016-cı ildə qəbul edilib nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasında qanun. Və həmin qanuna görə bütün ödəmələr, o cümlədən təhsillə bağlı bütün ödəmələr nağdsız şəkildə ödənilməlidir. Təkrar edirəm. Bu ola bir ölkənin ki, Təhsil Nazirliyi öz müəllimini valideynin ayağına göndərib, ondan 20 manat yalvara aldırırsa, o Təhsil Naziri ölkədə hansı uğurlu islahat apara bilər? Aydındır mı? Aydındır mı? Və məsələ oradadır ki, mənim suallarıma da yazın da cavab. Yaxşı, mən qarşı tərəf fikirləri alır. Mənim sualıma da cavab verin ki, bu məsələlər, bax bu sualların cavablarını verin də. Hansı ölkənin naziri öz müəllimini valideynə yalvardırar ki, ya pulu valideyndən al günən, ya da ki, sənin əmək haqqına tutacam, qorxudur onu. Ya da öz cibindən gətir ver. Əmək haqqına tuta bilməz, qanun yol vermir. Qanun yol vermir. Və müəllimi sıxışdırırlar da, müəllim bilirsiniz də, müəllimi hüququnu bilməyən, hüququnu qoruya bilməyən, hüququnu qorumaq istəyənə də deyirlər, sən düşmənsən, demagogsan. Yox, ala bilmirsənsə, gətir öz əmək haqqından ver. Müəllimə də ki, yaz, neynəsin? 20 manat az pul deyil, indi hər sinifə 2 nəfər vurublarsa 40 manat. Bəlkə müəllimin əmək haqqının 10%-dir. 40 manat bəlkə elə onun ailəsinin bir həftəlik çörək puludur. Da Emin Əmrullah kimi hər layihədə milyon manat qazanmır axı, milyon manat götürmür axı. Bax, məsələ buradadır. Məsələn, publik hüquqi şəxs statusuna keçənə qədər, yəni bu məsələ fiyaskoya uğrayacaq. Mən inanmıram bu vəziyyətlə alınsın. Alına bilməyəcək. Hər kəs öz hüququnu bilsə, sual verirlər ki, müəllim necə öz hüququnu bilsin? Çox sadə.
Çox sadə. Hər kəs öz hüququnu bilsə, kimsə onun hüququnu tapdalaya bilməz. Aydınmı? Suallara keçir. Suallara keçirik. Natiq Həsənov. Bəli, doğrudur. Doğru olmayan şey biz deməliyik. Mansur Əzimov soruşur. Gözətçilərin iş saatı necə olacaq? Mən bu məsələni, yəni mən də məktəb direktoru olanda, mən də gecə növbəsində gözətçi saxlamışam. Və burada məsələ belədir ki, qanunvericilikdən, mən qanunvericiliyi izah edirəm. Qanunvericilikdə gecə gözətçi anlayışı yoxdur. Ümumi təhsil məktəblərində ştat vahidləri, elə o dırnaqarası cənab Əmrullayevə deyin ki, Azərbaycan məktəblərində sonuncu dəfə ştat vahidləri 96-cı ildə 30 il bundan qabaq qəbul olunur. Ştat vahidlərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin. Bugün sosial pedaqoq, metodist, müasir metodist, əcaib adlarla ştatlar daxil edir. Halbuki ştat vahidlərində yoxdur, onun səlahiyyətində olan məsələ deyil o. Bu Nazirlər Kabinetinin səlahiyyətində olan bir məsələdir. 30 il bundan qabaq Ümumi Təhsil Məktəbinin ştat vahidləri təsdiq olunur. Və 26 yanvar 1999-cu il, 26 may 1999-cu il, 25 il bundan qabaq. 26 il bundan qabaq. Və həmin 59 nömrəli qərarın 13-cü bəndində yazır ki, indi ora bax, orada da həmin vaxtı da, indi o Artur Rəssadın vaxtında olub, onu da bilirsiniz də, səhəti özündə deyildi həmin vaxtlar. Görün nə yazır? Yazır ki, istirahat günləri, iş günü sayılmayan bayram günləri, səsvermə günü, ümumxalq hüzn günü də iş günü sayılmaqla məktəbdə 2 gözətçi ştatı var. Bu canlıdan öncəki dərsdə bunu müzakirə elədik. 2 gözətçi ştatı var. Məktəb direktorları yaxşı bilirlər. Məktəb direktorları yaxşı bilirlər ki, burada əsas məsələ, burada demək, orada bir tabeli yazanda biz gözətçilər üçün 8 saat yazırıq. Əmək Məcəlləsinin 4-cü bölməsinə baxın. Orada deyir ki, gecə vaxtı 22:00-dan səhər saat 6:00-a qədərdir. Gecə vaxtı düşürsə, gecə vaxtı sən işçini işə təyin edə bilməzsən. Növbəli işdəysən, gecə vaxtı üçün əlavə əmək haqqı ödəməlisən. Növbəli iş isə 12 saatdır. Məsələn, orada yazır, ocaqçılarla bağlıdır. Mövsümdə bir növbədə biri ocaqçı. Bu demək ki, növbəli işdir. Gözətçilər üçün yazmır onu. Ona görə gözətçinin növbəli deyil. Neçə gözətçi şikayət edib, əmək müfəttişinə direktoru 2000 manat cərimə ediblər. Bu yüzdə gözətçi gecə növbəsində qala bilmir. Yəni, qanun buna icazə vermir. Aydındır mı? Gözətçinin iş saati gəlib 22:00-da bitir. Yəni, istənilən halda gündəlik 8 saatdan artıq olmamalıdır. Gözətçiyə əlavə əmək haqqı verməklə Nazirlər Kabinetinin qərarı var. Gecə növbəsində işləyən şəxslərin, gecə işində işləyən şəxslərin əmək haqqına əlavələr, koefisiyentlər ödənilərsə, yenə də 8 saatı keçmir. Aydındır mı? Bu qədər sadə. Belə. Sonra Essedən xəbər yoxdur. Essedən xəbər yoxdur olmayacaq da, çünki rüsvayçılıqdır. Esseni təhsil institutunda birinə tapşırıblar və bu adam da, buna da bir 10 nəfəri tapşırıblar. Adam da bir 50 nəfəri də öz istədiyi kimi ətrafına qoşub, o 10 nəfərin böyrünə. İş gedib açılıb, aləm dəyib bir-birinə. Esseləri aparıblar yoxlamağa başqa yerdə. Bildiyim qədər budur.
sertifikasiyada 29 bal toplayıb niyə şans yoxdur? Şans var kimdir ki, yoxdur. Sertifikasiyadan keçə bilməyən şəxslər, biləsiniz, sizin müəllim işləmək hüququnuzu heç kim əlinizdən almayıb. Bir ildir ay vay eləyincə hazırlaşıb növbəti miqdə uğur qazanmışdınız. Təcrübə var, bilik var, orada yəni elementar bir şeydir də, yəni biraz üzərinə qoysaydınız. Hə, əmək məcəlləsinin 79-cu maddəsinə zidd olaraq sizi işdən azad ediblərsə, bunu da işdən azad olunduğunuz bir ay müddətində, çünki əmək məcəlləsinin 296-cı maddəsinə görə, yəni orada iddia müddəti bir aydır. Həmin vaxtda verməliydiniz məhkəməyə. Verməmişsinizsə, bu artıq bu deməkdir ki, razılaşmışsınız bundan. İndi ahvay eləməklə heç nə olmur. Və yenə də vaxt, bu indi mart ayıdır, bitdi. Aprel, may, iyun, iyul, 4 ay vaxt var. Kifayət qədər təcrübəniz var və dediyiniz kimi də biliyiniz var, haqsızlıq olub sizə. Oturun bir təkrarlayın, gedin miqə təzdən sənəd verin. Başqa yolu yoxdur. Haqsız çıxarılmış olsaydınız, çıxarıldığınız keçən il 2024-cü ilin iyunun 27-28-dən başlayaraq bir ay müddətində, 30 gün müddətində məhkəməyə müraciət edə bilərdiniz. Milyon dənə elə status yazın, şans verginən, güzəşt eləginən və sizi də o sosial pedaqoq adı ilə aldadırlar. Ki, narazılıq çox olmasın bir hissəsini, indi onun da bir hissəsini bazara döndəriblər. Kim gedib regionalda filan kəsi görürsə, ştat ala bilir. Orada hər regionala kvotalar ayrılıb. Onu da bir bazara döndəriblər. Hətta o sosial pedaqoq alanlar da arxain olmayın, müddətlidir, 7 ay, 8 ay, 1 il. Aslında sizi oradan sonra say azaldıqca artıq o hovu almaq üçündür ki, Emin Əmrullayevdən kütləvi narazılıq olmasın. Və o işdən vidalaşacaqsınız. Yolu nədir? Yolu miqə hazırlaşın. Hazırlaşın miqə. Nə qədər gec deyil, hazırlaşın miqə. Başqa yolu yoxdur. Və sertifikasiya bu Emin Əmrullayevin yox, dövlətin siyasətidir və müəllim peşəkarlığının yoxlamasıdır. Bunun heç bir təhsil sistemi müəllim peşəkarlığını yoxlamadan mümkün deyil. Hazırlaşın, növbəti sertifikasiya gəlir 2027-dən sonra. Sertifikasiyanın 3 ilə düşəcəyi gözlənilir. Sualların 50%-nə qədəri metodiki sualların olacağı gözlənilir. Hələ onda qışqıracaqsınız. Ona görə də Uşaq Birliyi rəhbərinə dərs keçməyə icazə varmı? Yox, Uşaq Birliyi rəhbəri ancaq miqdən keçib müəllim statusu qazanandan sonra olacaq. Kərim Novruz yazır ki, keçirilən heç bir təlim, məktəbdə təlim tərbiyə heç bir faydası yoxdur. Əlbəttə yoxdur, amma Emin Əmrullayevə faydası var. Elnur Əliyevə faydası var. Reallıq odur. Belə. Suallarınız yoldaşlar. Məktəbəqədər müəllimlər üçün sertifikasiya olacağı gözlənilir. Hüquqi baza var, diaqnostik keçirilib, hazırlıq keçib. Sadəcə məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyində orada iki qruplaşma arasında qırğın gedir. Mövqe müharibəsi gedir. Elnur Əliyev tamamilə məktəbəqədər ümumi təhsil üzrə Agentliyi zəbt edib, Eşqi Bağırovu divara qısıblar. Onların biri-birinə mövqe mübahisəsidir və nəticə etibarından məktəbəqədər ümumi təhsil üzrə Agentliyi Azərbaycanda işləmir. İflic vəziyyətindədir. Spirt şərab zavodundan, şəkər zavodundan, nə bilim, çayçılıq zavodundan, Sokardan, hardan, nə bilim, Azər Enerjidən, Azər İşıqdan, Kanalizasiya idarəsindən, nə qədər idarələr var, bütün mütəxəssislər hamısı müttədədir, nazirlikdədir. LGBT, sonra feminist, görürsünüz, müsaiddən yardım alanlar, Azərbaycan dövlətini beynəlxalq məhkəmələrə verib Azərbaycan dövlətinin imicini korlayanlar hamı Emin Əmrullayevin ətrafındadır. Təbii ki, iflic vəziyyətinə düşəcək belə nazirlik.
Müasir metodist 7 milyon ara gedəcək. E, bu müasir metodist Azərbaycan təhsili üçün deyil ki, oraya ayrılan pula baxın. Bir, ajans sistemi yaradır Elnur Əliyev. Yeni bir sistemi yaradır. İki, ikincisi ise orada bir de orada pul silmələr var. Bəli, 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 bəli. Sonra bir daha izah edirəm. Gözətçi ştatı gündə 8 saat işləyir. Uşaq Birliyi təşkilatçı keçə bilər, amma orada pedaqoji staj tələb olunur. Pedaqoji stajda məktəbdə işlədiyi müddətdə ən azı 3 il dərs deməsidir. İstər müəllim kimi, istər başqa vəzifədə işləyirsə, əgər ən azı 6 saat dərs aparmaqla 3 il dərs aparmalı. Direktor müavinlərinin, digər vəzifə şəxsin sertifikasiyasının aparılması üçün hüquqi əsas yoxdur. Ya sertifikasiyanın aparılması ilə bağlı 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarda əlavə dəyişikliklər olmalıdır. Ya da ümumi təhsil məktəblərində digər demək şəxslər hansı ki orada o deyək ki, direktor müavini, digər vəzifəli şəxslər üçün əlavə qaydalar təsdiq olmalıdır. Məncə ümumi təhsil pilləsi olduğu üçün 155 nömrəli əlavə qərara əlavə dəyişikliklər edilməlidir. Və bu olmadığı üçün direktor müavinlərinin və Uşaq Birliyi rəhbərinin, həm kitabxanasının sertifikasiyasından söhbət belə gedə bilməz. Ta o qaydalar dəyişdikdən sonra etmək olar. Təşəkkür edirəm hər birinizə. Sonra izləyən yoldaşlar, demək sizdən xahişim, videonu nə vaxt izlədinizsə, gördünüzsə paylaşın. Bir qədər sonra, cəmi 10-15 dəqiqəyə YouTube-da bugünkü görüşümüz Tam TV Elşən Qafarov kanalında yayımlanacaq. 1 aprel qruplarına qeydiyyat gedir bizdə hal-hazırda. İstər direktor müavini, Uşaq Birliyi rəhbəri, kitabxanası olmaq istəyənlər 1 aprel qruplarına qoşula bilər. 1 aprel qrupları gecə saatlarında olacaq. Həftənin 1, 3, 5-ci günü saat 21:00-da olacaq. 30% indirim var dərslərə. Bir də hal-hazırda işləyən direktor müavinləri bilirsiniz ki, bizim hər ay praktik qruplarımız olur. Və aprel qruplarına da artıq qrup formalaşıb və əlavə olaraq hələ ki qeydiyyat gedir 1 aprelə qədər. Və praktik dərslərdə məktəbi idarə edərkən hansı hüquqi normativ sənədlərdən istifadə olunur, o necə tətbiq olunur, necə sənədləşdirilir, necə əmrləşdirilir, necə protokollaşdırılır, necə aktlaşdırılır, bunları öyrədirik. Orada da 50% indirim var direktor müavinləri üçün. Orada da həftədə 2 dəfədir dərs. Və maraqlanmaq istəyənlər 050 672 59 11 nömrəsi ilə məndən əlaqə saxlaya bilərlər. Təşəkkür edirəm. Uğurlar hər birinizə. 4-cü gün görüşəcəyik sizlə. Düşünürəm hər şey yaxşı olacaq. Allah